Avropanın dəmir yolu tarixi Belçikadan başlayır. Qoca qitənin ilk dəmir yolu şəbəkəsi 19-cu əsrin əvvəllərində məhz bu ölkədə qurulub. Avropa təmsilçimiz Ezar Ağayev Brüsseldə yerləşən Train World Qatar Dünyası Muzeyindən reportaj hazırlayıb. Gəlin, Avropa dəmir yolu tarixini ilə birlikdə səyahət edək. İndi saatda 300 km sürətlə hərəkət edən müasir qatarlarla Avropanın ən ucqar nöqtəsinə bir neçə saatda çatmaq olar. Amma bu başdöndürücü sürətə çatmaq üçün qoca qitənin dəmir yolu infrastrukturu 200 ilə yaxın keşməkeşli yol keçib və hər şey Belçikadan başlayıb. Brüsseldəki 22 lokomotivin 2000-ə yaxın digər dəmir yolu detalının sərgiləndiyi Qatar Dünyası Muzeyi bu maraqlı tarixə işıq tutur. Belçika Avropa qitəsində dəmir yollarına malik ilk ölkə olub. Bizim dəmir yolu şəbəkəsi 1835-ci ildən qurulmağa başlayıb. Bu yollarda hərəkət etmiş ilk lokomotivlərlə muzeyimizdə tanış ola bilərsiniz. İlk dövrlərdə lokomotivlər Böyük Britaniyadan ixal olunub. Daha sonra isə Belçika öz lokomotivlərini istehsal etməyə başlayıb. Avropa dəmir yolu tarixində ilk lokomotiv Lelefan təəssüf ki, dövrümüzə qədər qorunub saxlanmayıb. Amma muzeydə onun maketi sərgilənir. Gördüyünüz bu Avropada ilk lokomotiv olub Lelefan və ona qoşulan ilk vaqon su və kömür vaqonu olub. Təbii ki, lokomotivin hərəkət etməsi üçün. Daha sonra 3-cü sinif vaqon gəlib, üstü açıq, 3-cü klasa bilet alan sərnişinlər belə vaqonda hərəkət edilmiş. Daha sonra 2-ci sinif artıq üstü bağlıdır, daha komfortlu vaqondur gördüyünüz kimi və nəhayət 1-ci sinif, 1-ci klas bilet alan sərnişinlər bu vaqonda hərəkət edilmiş, daha komfortlu, daha yaraşıqlı və daha yumşaq oturacaqlarla təchiz edilmiş bir vaqon. Bu formada o zamanlar, yəni 19-cu əsrin 30-cu illərində Belçikada qatarlar hərəkət edilmiş. Dəmir yolu muzeyi 2015-ci ildə fəaliyyətə başlayıb. 8000 kvadrat metr ərazini əhatə edən muzeyin ərsəyə gəlməsinə Belçikalılar 20,5 milyon avro xərcləyiblər. Muzeyin ən qədim eksponatı isə 1845-ci ildə istehsal olunmuş bu lokomotivdir. Buxar mühərriki ilə təchiz edilmiş bu lokomotiv Pays du Vas adlanır və hazırda Avropa ərazisində qorunub saxlanmış ən köhnə lokomotiv hesab edilir. Muzeydə 200 illik qatar və dəmir yolu detalları qorunub saxlanılır. Həm keçmiş, həm də müasir vağzalların əsas elementi saatlar, bilet qurğuları, işıqforlar, istiqamət tabloları. Bu ev maket deyil, real dəmir yol və avtomobil yolunun kəsişməsində yerləşən köşkdür. Dayandığımız yerdən əvvəllər dəmir yol keçib. Bu evdə qatar keçərkən bariyeri qaldırıb endirən dəmir yolçuların evi olub. Muzey qurularkən 2-ci Dünya müharibəsindən sonra inşa edilmiş bu evi də qoruyub saxlamaq qərarı alındı və muzey onun ətrafında quruldu. Belçika dəmir yollarında uzun müddət buxar mühərrikli lokomotivlər at oynadıb, belə demək mümkündürsə. Məndən sol tərəfdə gördüyünüz bu nəhəng lokomotiv də buxar mühərriki ilə təchiz olunmuş lokomotivdir. Uzun müddət dəmir yollarında xidmət edib. Sağ tərəfdə isə artıq dizellə çalışan növbəti nəsil lokomotivi görürsünüz. Bu da təxminən 19-cu əsrin sonlarından etibarən artıq istifadədə olub. Zalın sol hissəsində isə artıq elektrik tipli lokomotiv nümayiş etdirilir. Başqa sözlə, bu zalda hər 3 nəsil lokomotivlər nümayiş etdirilir. Məşhur Şərq Ekspresi Avropanın iri şəhərlərini İstanbul və digər egzotik şərq şəhərləri ilə birləşdirən bu qatar Belçikalı mühəndislər tərəfindən layihələşdirilib. Muzeydə Şərq Ekspresinin o dövr üçün inanılmaz sayılan rahatlığı da canlandırılıb. Hazırda Brüsseldən Parisə sürət qatarları ilə 1 saat 25 dəqiqəyə gedib çatmaq mümkündür. Amma sürət qatarları istifadə edilməmişdən əvvəl bu cür Trans-European Express adlanan qatarlardan istifadə edilirdi və bu qatarlarla bu yolu 4 saat yarım vaxt lazım olurdu getməyə. Bu qatarlar dövrünün ən müasir və ən rahat qatarları hesab edilirdi.
Belçikalılar dəmir yolu ənənələri ilə fəxr edirlər. Muzey hər il təxminən 150 min ziyarətçi qəbul edir. Ötən 10 ildə ziyarətçilərin sayı 1,5 milyonu keçib. Elzar Ağayev, Azərbaycan televiziyasının Avropa bürosu, Brüssel, Belçika Krallığı.